Aşağıdakilərdən hansı 9 rəqəminin oxunuşudur? Dostlar, 9 necə yazılır? Əlbəttə ki, C variantındakı kimi. A variantında 6, B variantında isə 8 yazılıb. Cavabımız oldu C variantında. Şəkildə verilən qələm və pozanların sayı hansı bənddə düzgün göstərilmişdir? Gəlin əvvəlcə qələmləri sayaq. 1, 2, 3, 4, 5. Deməli, cəmi 5 qələm var. Pozanları sayaq. 1, 2, 3. 3 dənə də pozan var. 5 qələm, 3 pozan. Bu da B variantında doğru verilib. Çərçivədə neçə xana rənglənib? Gəlin rəngli xanaları sayaq. 1, 2, 3. Deməli, cəmi 3 xana rənglənib. B variantı doğru cavabdır. Şəklə görə aşağıdakılardan hansı doğrudur? Oxuyaq. A variantında yazılıb. Uşaq yelləncəyin solundadır. Baxaq. Uşaq yelləncəyin üzərindədir. Dostlar, solunda deyil. Bu səhv oldu. Sürüşkən yelləncəyin üstündədir. Sürüşkən yelləncəyin üstündə deyil. Xeyr, yanındadır. Bu da səhv oldu. Yelləncək sürüşkənin yanındadır. Yelləncək sürüşkənin yanındadır. Bəli, bu doğru cavab oldu. Cavabımız oldu C variantında. Şəklə görə aşağıdakılardan hansı doğrudur? Almalar və armudlar verilib bizə. Gəl əvvəlcə sayaq görək. Neçə almamız var, neçə armudumuz var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 almamız var. 11 alma. Armudlara baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 ədəddə armudumuz var. Deməli, armudların sayı almaların sayından çoxdur, düzdür. 12 armud var, çünki 11 alma var. Variantlara baxaq. Almalar armudlardan azdır. Bəli, 11 alma var, 12 armud var. Deməli, almalar daha azdır. Biz artıq cavabımızı tapdıq. Digər variantlara da baxaq. Almalar armudlardan çoxdur. Xeyr, almalar armudlardan azdır. Almalar və armudların bərabər saydadır. Bu da yanlış fikirdir. Çünki biz dedik ki, almaların sayı armudların sayından azdır. Cavabımız oldu A variantında. Üzgüçülük yarışında talih neçəncidir? Ən qabaqda kim dayanıb, dostlar? Fuad dayanıb. Deməli, Fuad birincidir. Fuaddan arxada kim var? Talih var. Şərtdə də bizdən elə talihi soruşurdu. Deməli, talih neçəncidir? Talih Fuaddan sonra gəlir. İkincidir. Cavabımız oldu B variantında. Üzgüçülük yarışında Vasif neçəncidir? İndi bu dəfə Vasif axtarırıq. Fuad dedi ki, birincidir. Ondan bir qədər arxada Talih gəlir. Talihdən arxada kimdir, dostlar? Samir. Üçüncü oldu Samir. Daha sonra gəlir Vüqar. Dördüncü oldu Vüqar. Vüqardan bir qədər arxada isə görürük ki, Vasif var. Şərtdə də biz Vasifi axtarırdıq. Deməli, Vasif Vüqardan sonra gəlir. Vüqar dördüncü idisə Vasif olur. Beşinci. Cavabımız oldu C variantında. Üzgüçülük yarışında Fuad neçəncidir? Fuad biraz əvvəldə dediyimiz kimi ilk sırada dayanıb. Birincidir. A variantı doğru cavabdır. Şəklə əsasən aşağıdakılardan hansı doğrudur? Şəkildə soğanlar və kartoflar görürük. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 soğan var. Kartofları sayaq. 1, 2, 3, 4, 5, 6. 6 da kartof var. Deməli, soğanların sayı kartofların sayından çoxdur, düzdür. Çünki 7 soğan var, 6 kartof var. Baxaq. Soğanların sayı kartofların sayından çoxdur. Bəli, biz də bayaq dedik ki, 7 soğan, 6 kartof olduğu üçün soğanların sayı daha çoxdur. Soğanların sayı kartofların sayına bərabərdir. Xeyr, 7 və 6 bir-birinə bərabər deyil. Soğanların sayı kartofların sayından azdır. Bu da yanlışdır. Çünki 7 6-dan az deyil, çoxdur. Cavabımız olduğuna görə də A variantında. Aşağıdakılardan hansı doğrudur? 8 ədədi 9 ədədindən böyükdür. Xeyr, dostlar, 8 9-dan əvvəl gəlir ədəd oxunda. 9 daha böyükdür. 7 ədədi 5 ədədindən kiçikdir. Bu da yanlışdır. 7 5-dən daha böyükdür. 5 ədədi 4 ədədindən böyükdür. Bəli, həqiqətən də 5 ədəd oxunda 4-dən sonra gəlir və ondan daha böyükdür. C variantımız doğru cavabdır. Ulduz işarəsinin yerinə hansı müqayisə işarəsi olmalıdır? Gəlin baxaq. 6 ilə 4-ü müqayisə eləməliyik. 6 böyükdür 4-dən. 6 4-dən daha böyükdür. Deməli, cavabımız olacaq böyükdür işarəsi. B variantında. Ədəd oxunda 2 ədədindən 3 addım irəlidə olan ədəd hansıdır? Ədəd oxunda 2 burada yerləşir. Gəlin 3 addım irəli gedək. 1 addım, 2 addım,
3 addım. Neçəyə çatdıq? 5-ə. Deməli 2 ədədindən 3 addım irəlidə 5 dayanırmış. A variantı doğru cavabdır. 5, 2 və 4 ədədlərini artan sırayla düzün. Dostlar, bir ədəd oxu çəksək, 0, 1, 2, 3, 4, 5, 6. Məsələn, 5, 2 və 4 ədədlərinə baxsaq, ədəd oxunda ilk hansı gəlir? 2. Deməli, 2 ən kiçikdir. Ondan sonra hansı gəldi? 4. Deməli, 2-dən bir qədər böyük 4-dür. Ən böyük isə 4-dən də sonra gəlir 5. Ən böyük isə 5-dir. Deməli, azdan çoxa doğru artan sırayla düzsək 2, 4, 5 yazmalıyıq. B variantı doğru cavabdır. Ədəd oxunda 6 ədədindən 4 vahid solda olan ədəd hansıdır? 6-nı tapdıq. Sol hansı tərəfdir? Bu istiqamət. 6-dan 4 vahid sola gedək indi. 1, 2, 3, 4. Gəldik, çatdıq 2-yə. Cavabımız oldu C variantında. Verilmiş ədədləri azalan sırayla düzün. Gəlin yenə bir ədəd oxu çəkək. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 məsələn. Bu ədədlərdən ədəd oxuna ən yaxını 1-dir, düzdür? Deməli, ən kiçiyi 1 olacaq. Ədəd oxundan ən uzaqda dayananı isə 7-dir. Deməli, ən böyükləri də 7 olacaq. Şərtdə bizdən azalan sırayla düzməmizi istədiyi üçün ən böyükdən ən kiçiyə doğru getməliyik, düzdür? Dedik ki, ən böyük oldu 7. 7-dən bir qədər solda hansı dayanır? 5. Daha sonra hansı gəlir? 3. Ən kiçikləri isə ədəd oxunda 0-a ən yaxın olanı isə 1 oldu. Azalan sırayla düzəndə 7, 5, 3, 1 yazmalıyıq. B variantı oldu doğru cavab.